على من النبي أما بعد السلام عليكم ورحمة الله وبركاته. عليكم السلام. Elhamdülillah birinci tabii ki kardeşimizin evladıdır. Allah mübarek etsin, hayırlı bereketli olsun. Amin. Ve tabii ki aile hayatı, bunlar mühim meselelerden değil, insan hayatında vacip meselelerden biri değil. İnsan onunla kamilleşir, cemiyet tamamlanır, cemiyet olur, ıslah olur. Tabii ki bunlar hamısı cemiyetin ıslahı için böyük bir sebepdir. Çünkü aile Kur'an'da görürsen ki xüsusən də qıraq öz əmsi, öz balası, öz dayısı, qızı, uşağı olmasa qıraqdan məsələn evlənəndə görürsən ki o tərəf böyük bir məsələn əgər adamın tərəfi varsa və oğlan tərəf, qız tərəf, bunlar hamısı qohumlaşır. Və bu da təbii ki bu bir siyasi cəmiyyətin ıslah olmağı üçün, yəni cəmiyyət yaxınlaşır insanlar. İnsanlar görürsən ki, qohum olduğunu görə artıq münasibət değişir. Və nə qədər insanlar evlənsələr cəmiyyətdə və xüsusən də qıraqdan. Çünki məsələn görürsən ki, əmi oğluna, əmi qız evləndə heç dəyişmir. Heç nələ, nə var idələ də dayandı. Amma görürsən ki, məsələn, başqa yerdən tərəfdən alanda qohum olursan, başqa kənddən, başqa rayondan, başqa şəhərdən. Təbii ki, bu təsir bu ailələrin həm xeyri üçün, həm də cəmiyyətə xeyridir. Yəni, ailə həyatı qurmaq həmçinin cəmiyyət faydalanır. İslah olur cəmiyyət. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem bizə bildirir ki, qardaşımız da qeydlər rivayətçi ki, cavanlara tövsiyə evlənməyi. Əgər olmasa, fitnə olacaq. Ona görə evlənmək cəmiyyətdə fitnənin qabağını almalıdır və başqa məsələlərin qabağını almalıdır. Və sadəcə əsas nədir? Ailədə ciddi yanaşmaq, ailə dəyərlərinə ciddi yanaşmaq. Çünki yəni görürsünüz ki, cəmiyyətdə boşanmalar çox olur. Və bu hal bir də bizim cəmiyyətə aiddir, ərəb ölkələrinə də aiddir, xaricdə də aiddir, həmsinə aiddir. Yəni dünyada elə bir ki, bir idarə edirlər insanları, insanlara təhsil